Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda 10-15 dəqiqəyə hazırlaya biləcəyiniz çox dadlı peçenya reseptini sizinlə paylaşıram. Peçenyanı bananla hazırlayıram. Kövrək, ağızda əriyən bir peçenyalar alınır. İndi keçək hazırlanma qaydasına. Bunun üçün bir ədəd yetişmiş banan götürmüşəm. Bananın qabığını soyandan sonra ərzaq qabına qoyub çəngəllə yaxşı-yaxşı əzirəm. İstəyə görə blenderlə də əzmək olar, amma elə çəngəllə də çox rahatlıqla əzmək olur. Banan nə qədər yetişmiş olsa o qədər yaxşıdır. Tez əzilir, xəmirə də çox yaxşı qarışır. Bananı yaxşı əzəndən sonra üzərinə bir ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. 4 xörək qaşığı bitki yağı, 1 çimdik duz, 4 xörək qaşığı şəkər tozu əlavə eləyib ərzaqları da yaxşı-yaxşı qarışdırıram. Alınan qarışıma 2 dolu xörək qaşığı xama, xamanın yağlılığının heç bir fərqi yoxdur. İstəyə görə xamanı qatıqla da əvəz eləmək olar, amma çox turş olmasın. Yarım çay qaşığı da vanil əlavə eləyirəm. Vanil də istəyə görədir, istəməyən əlavə eləməyə də bilər. Vanili rəndələnmiş limon qabığı ilə də əvəz eləmək olar. Bu ərzaqları da əlavə eləyəndən sonra biraz qarışdırıram. Onu da qeyd edeyim ki, ərzaqlar otaq temperaturunda olsa daha yaxşı olar. Qaba un əlavə eləyirəm. Onun hamısını birdən əlavə eləmirəm. Xəmir yumşaq xəmir olmalıdır. Ona görə əvvəlcə unun bir hissəsini əlavə eləyirəm. 1 çay qaşığı da qabartma tozu. Bunları biraz qarışdırandan sonra qalan unu da əlavə eləyib xəmir yoğururam. Un ələnmiş undur. Xəmir üçün 3 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Belə gördüyünüz kimi az ələ yapışan yumşaq bir xəmir alınır. Xəmiri gözlətmirəm, elə dəzgahın üstünə qoyub peçenyaları hazırlayıram. Xəmir yumşaq olduğu üçün ələ yapışır, buna görə bitki yağından istifadə edirəm. Qabda 1 xörək qaşığı qədər bitki yağı götürmüşəm. Arada bir əlimi yağa batırıb yağlayıram. Onda xəmiri çox rahatlıqla kəsib yuvarlamaq olur. Xəmirdən qozdan biraz iri ölçüdə parçalar kəsib əlimlə yuvarlayıram. Hamısını sonacan eyni ölçüdə doğrayıram. Peçenyanı elə belə sadə də bişirmək olar, amma həm görünüşü, həm dadının fərqli olması üçün küncüt götürmüşəm. Yarısı qovrulmuş, yarısı qovrulmamış küncütdür, amma siz istəsəniz tək qovrulmuş ya da tək qovrulmamış küncütdən istifadə eləyə bilərsiniz. Hazır xəmirlərdən birini götürüb əlimlə üstündən biraz bastırıb böyüdəndən sonra bir tərəfini küncüdə batırıb yenə dəzgahın üstünə qoyuram. İstəyə görə oxlovla da biraz böyütmək olar, amma əllə daha rahatdır. Əgər xəmir ələ yapışarsa, onda ara bir yenə əlinizi bitki yağı ilə yağlayın, onda çox rahatlıqla biraz böyütmək olur. Biraz böyüdəndən sonra videoda göstərdiyim kimi bir tərəfdən başlayıb sonacan rulon kimi büküb peçenyaları hazırlayıram. Mən peçenyaların üzəri üçün küncütdən istifadə elədim, amma küncüdü sevməyənlər elə tək şəkər tozu ilə də şəkər tozundan istifadə eləyə bilər. Yəni küncütün yerinə şəkər tozuna batırıb elə eyni bu şəkildə peçenyaları hazırlaya bilər. Peçenya üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Hamısını eyni qaydada küncütə batırıb, böyüdüb, rulon kimi büküb peçenyaları hazırlayıram. Hazırladığım peçenyaları yağlı kağız sərdiyim formaya düzmüşəm. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 15-20 dəqiqə arası bişirirəm. Peçenyalar artıq pişib, sobadan çıxartmışam. Çox yaxşı qabarıb, çox gözəl qoxusu gəlir.
Hazırladığım xəmirdən tam 20 ədəd bananlı peçenya alındı. Ölçüləri artıraraq daha çox hazırlamaq olar. Peçenyaların altı qızarır, üstü qızarmır. Şirin sevənlər soyuduqdan sonra üzərinə şəkər pudrası da səpə bilər. Çox asan bir peçenya reseptidir. Əgər sizdə də evdə bir ədəd yetişmiş banan varsa, bu reseptlə bu peçenyalardan çox rahatlıqla hazırlaya bilərsiniz. Kövrək, ağızda əriyən, çay süfrəsinə yaraşan bir peçenyadır. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçünsə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.